Aleyküm salam, xoş gəldiniz. Necəsiz? Biz şanlı ordumuzun rəşadətinə ilanıyıq. Döyüşən hərəs Şükür Allah, yaxşıyıq. Siz necəsiz? Vəziyyətiniz? Neyinirsiniz? İşiniz, gücünüz? Yaxşıyam. Siz necəsiz? Yeni gələnlər xoş gəldiniz. Axşamınız xeyir. Neyinirsiniz? Necəsiz? Vəziyyətiniz, işiniz, gücünüz? Salamatçılıqdır. Hər vaxtınız xeyir. Salam aleykum. Ekranı bəyənəyin, zəhmət olmasa. Canlı yayımımız artsın. Söhbət edəyim. Yeni gələnlər xoş gəldiniz. Ekranı bəyənəyin, zəhmət olmasa canlı yayımımız artsın. Dünən artıq 2 dənə şəhid gəlib Azərbaycana. Allah rəhmət eləsin. Yerləri cənnətli olsun inşallah. Neyniyək? Düşmüşük bir dənə dılğırın əlinə. Uğraşdı. Ürək hansı tərəfdə istəyir, o tərəfdə fırladır bizi. Ürək istədiyi vaxtı bu tərəfə fırladır, ürək istədiyi vaxtı o tərəfə fırladır. Millətimiz də sağ olsun. Bəziləri çıxmaq şərti ilə çıxıb haqlarını tələb eləmirlər. Sakitdə durmuşuq da. Dünən bir video paylaşdım. İnsan görün nə dərəcəyə çatıb ki, gedir Daxili İşlər Nazirinin qarşısına, Daxili İşlər Nazirinin qarşısında etiraz aksiyası keçirdir və orada Daxili İşlər Nazirinin işçiləri həmən insanı tuturlar və aparırlar hara? Bölməyə. Bölmədə bir gecə həmən insanı saxlayırlar, soyuq yerdə deyir, saxladılar məni və mənə işgəncə verdilər orada. Sizcə bu nə dərəcədə doğru olan bir şeydir? Bir insan haqqını tələb eləyəndə, bir insana qarşı beləsinə xoş gəldin. Görürəm, qıqaş hamınızı görürəm. Yeri gələnlər xoş gəldiniz. Bir insana qarşı beləsinə vəhşicəsinə hərəkətlər etmək nə dərəcədə doğrudur? Hər kəs ekranı bəyənsin, zəhmət olmasa canlı yayımımız artsın. Yəni mən buna düzgün bir şey ad vermirəm. Həqiqətən də bir insan öz haqqını tələb eləyəndə gərək ona qarşı İlham Əliyev, Samir gülə-gülə yazıb sənə. İlham Əliyev stadionda futbola baxırdı. Görürsünüz ki, baxın bu Samir İlham Əliyevi tərifləyən boynu yoğun bir insandır və görürsünüz gülə-gülə. Özü deyir, görürsünüz, İlham Əliyev cəmaatın balalarını göndərib qabağa, 50 kalon, dünən yox, sıra gün 50 kalon maşın gedib ön cəbhəyə və dünənlər 2 şəhidimiz olub, adını da qoydular təxribat, amma mən belə deyərdim ki, bu İlham Əliyev özü sürtüşür. Baxın, Samir var ya, bu da Samir. Samir həmişə İlhamı tərifləyir, amma deyir ki, bu günləri yazır ki, özü. Sağ ol səni Samir, quş buraxdığıma görə. İlham Əliyev stadionda futbola baxırdı, gülə-gülə. Çünki İlham Əliyevin dünya aləm qozuna deyil və Samir demişkən, bax bu insanın dünya qozuna deyil. Çünki ona görə qozuna deyil ki, bir insan gedər, necə deyim sizə, öz cavan gəncləri göndərər ön cəbhəyə, amma özü gedib oturub futbola baxır. Ay, keyfdir də, nə vecinədir. Çünki mən ona həmişə deyirəm ki, nə eləyir, düz eləyir. Bəli, Usiyə, düz deyirsən, ananı, bacını İlham düz eləyir, sikir. Düz deyirsən, ha, Öhəri, mən sənə tam razıyam, ananı, bacını düz eləyir. Bəli. Həqiqətən də, yəni, baxırsınız ki, Elçin gəl bura qoşul. Elçin gəl qoşul debata. Elçin Ağazadə. Qoşul misafiri at görün mənə. Elçin gəl misafiri at görün mənə. Ay Elçin, gəl görək bura.
Hə, ilk insanımız gəldi. İlk Mahir bir yaxdan deyirdin, ay Mahirdə ilk insanımız gəldi, Elçin Ağazadə. Elçin gəl qoşul gələk bura. Aleyküm salam. Elçin gəl qoşul gələk Elçin. Aleyküm salam Lady, necəsən? Lady qoşularsan şeyə. Azərbaycan bəli Samara, bəli salam aleyküm uzun təmizləmisən Elnur. Dünən ayıramışam. Ayıbdır axı. Niyə ayıbdır? Gəl qoşu görək bura. Gəl görək bura. Salam sabahınız xeyir. Ay nə sabah? Sabah deyil. Düzdür, hava işıqlıdır amma sabah deyil. Yeni gələnlər xoş gəldiniz. Ekranı hər kəs bəyənsin. Hər kəs ekranı çox xahiş edirəm. Mənim sizdən bir dənə xahişim budur ki, sevməm dənən evdəkilərə. Gələ bilmədim, dənən üzrü saydım. Mənim bir dənə xahişim budur ki, həqiqətən də mənim bir dənə xahişim budur ki, hər kəs ekranı bəyənsin. Ancaq ekranı bəyənin ki, canlı yayımız kəşfədə düşsün və canlı yayımıza daha çox insanlar girib, daha çox insanlar maariflənsin. Sizdən yəni istəyim, tək istəyim budur mənim. Başqa heç bir şey istəmirəm. Yeni gələnlər xoş gəldiniz. Hər kəs ekranı bəyənsin, zəhmət olmasa, ekranı bəyənəyin. Hər kəs ekranı bəyənsin, hər kəs ekranı bəyənsin. Müsafirəyə qoşulmaq istəyənlər varsa, buyurub gələ bilərsiniz. Amma müsafirəyə qoşulanda hər şeyə hazır olun. Hər şeyə. Hər şeyə hazır olmaq lazımdır. Burada bir dənə Qarabağ Azərbaycan var, onu qoşaq görək. Bu insan deyəsən yaman dəli soxdur. Çılğındır, çılğın Anastasiya. Ekranı bəyənəyin, zəhmət olmasa canlı yayımız artsın. Çox xahiş edirəm, hamı ekranı bəyənsin. 150 mini keçək. 150 mini keçək. Görək nə göstərir. Canlı yayımızı bu arada atıblar spama. Spam atıblar. Attığım videolar heç bir düşmüş kəşfətə. Bu arada YouTube kanalına abunə olun. YouTube kanalın Siyasi Medya. YouTube kanalına abunə olun. Çox xahiş edirəm. Hər kəs YouTube kanalına abunə olsun. YouTube kanalında mini vurum ki, YouTube kanalında canlı yayım açacağım. Beləsə açamıram telefonla canlı yayım YouTube kanalında. Hər kəs ekranı bəyənsin. Çox xahiş edirəm. Ekranı bəyənəyin. Hə, demək İlham Əliyev müharibə eləmək istəyir. İranla müharibə eləmək istəyir. Mən belə görürəm ki, İlham Əliyevin gücü yoxdur. Yəni o boydana insan hegemon bir dövlətlə müharibə eləməyə. Çünki həqiqətən də Azərbaycanda demək olar ki, mən həmişə deyirəm və yenə də deyirəm, İlham Əliyev qabaqcadan öz planlarını yerinə yetirir. Qabaqcadan 5000-dən çox məzar qazıb, məzar onlara özlərinə qismət olsun. Sadəcə olaraq bizim xalqımızdan nədənsə çıxıb bir irəliləyiş yoxdur. Hədiyyələrə görə çox sağ olun. Çıxıb bir irəliləyiş yoxdur. Bilirsiniz nəyə görə irəliləyiş yoxdur? Bilirsiniz nəyə görə irəliləyiş yoxdur? Çünki insanlarımız etiraz da etmək istəmirlər müharibəyə qarşı. Bilmirəm nədən. Bir insanlar yəni öz balasından bu qədərmi bezər? Siz bu qədərmi öz balanızdan bezmisiniz ki, müharibə eləmək istəyirsiniz? Siz hansı günə müharibə eləmək istəyirsiniz? Onsuz biz müharibə günü içindəyik də. Onsuz bizi gündən günə qırırlar da. Hər şeyin qiyməti qalxıb. Hər bir şeyin qiyməti qalxıb. Heç nəyin qiyməti öz yerində deyil. Heç yəni. Bu oturur şeydə Avropa ilə bizi müqayisə edir. Ay insan, sən Avropa ilə Azərbaycanı müqayisə edə bilməzsən. Yəni bu mümkünatsız bir şeydir. Mümkün olmayan bir şeydir bu. Sən Avropa ilə özünü müqayisə edəsən. Çünki Avropada bir saatı 12 evrodan 15 evroya qədərdir. Bu da eləyir 1 saatı 25 manat pul eləyir. Yəni sən 1 saatı 25 manata 1 saatı 25 manat pul eləyirsən. Aleyküm salam. 1 saatı 25 gəl mənim bəli yerim əlbəttə ki rahatdır. Superdir yerim məlum. Gəl yanıma sən də olsun yerim rahat. Əlbəttə ki yerim rahatdır. Müstəqil, azad sözlü bir dövlətdə yaşayıram. Müstəqil öz sözümü deyiləcək bir necə deyim, dövlətdə yaşayıram. Azərbaycandan fərqli olaraq Azərbaycanda bu günləri azad söz istifadəsindən heç kim istifadə edə bilmir. Azadlıq deyiləsi bir şey yoxdur. Azadlıqdan
danışılası bir şey yoxdur. Çünki Azərbaycanda azadlıqdan kimsə azad nəsə bir sözünü ifadə edən kimi o insanı Azərbaycan polisləri dəfələrlə vurğuladığım kimi narkotik iddiamı ilə tutub həbs edirlər. Bax ona görə. Ukrayna azırı. Ona görə tutub həbs edirlər. Həbs elədiklərinə görə də insanlarımız çəkinirlər. Bu da ki bizim öz acizliyimizdir, öz zəifliyimizdir. Çünki Azərbaycanda bizim niyə belə sındırdılar? Azərbaycan xalqını diktator Aliyev, Diktator Aliyev Azərbaycan xalqını sındırıb. Çünki 90% insan çıxıb öz haqqını tələb edə bilmir. Gəbra, Valih Gəbra. Valih mənə tərbiyəsiz sözlər yazır və Valih mən qoşuram bura. Get azadlığını yaşa Azərbaycanda yaşayan atan, anon, utan, abırsız, saqqalva soxsunlar. Bəli, Valih bəy, gəl qoşulun bura Valih bəy. Sizə bir söz deyəcəm. Mən bu Valihi tanıyıram. Valih, sən mənə söyürsən, mən sənə söyürəm. Valih, profilindəki uşaq sənin uşağın deyil, gözəl insan. Profilindəki uşaq qonşu Ramizin uşağıdır. Sən işə gedəndə həyat yoldaşın Levi gedib Ramizə verir. Sən o Ramizdən soruş. O uşaq Ramizin uşağıdır, sənin uşağın deyil. Sən niyə başqasının uşağının şəklini profilə qoyursan ki? Niyə? Səbəb nədir? Niyə? Ay Valih Hacıbayev. Niyə? O uşağının niyə profil şəklini qoyursan ki? O uşaq DK anazilətdir. O uşaq sənin uşağın deyil. Peysər atıb yaşayırsan, o uşaq sənin uşağın deyil. Düşdün qoşun uşağıdır. O Ramiz kişi edin. Ramiz. Deyən Ramiz. Bizim uşağı kimi qoyun. Baxmıram. Valih, attım Peysərə. Yeni gelenler hoş geldiniz. Herkes ekranı beğensin. Canlı yayın beğenin. Canlı yayın Valih. Gel koşun misafireye sana söz. Peysər çıxarsan. Ben koşun misafireye görüm. Koşun göreyim misafireye. Gəbra Valih, gəbra. Sen get bir oğlumun atasını aktar gör. Oğlumun atası kimdir onu sonra deyərsən. Ekranı beğenin zəhmət olmasa. Hər kəs canlı yayımı beğensin, canlı yayımı paylaşın. Əlbəttə ki, peysərlər də oldu. Nə qədər istəsin, deyil biri Valih. Ekranı beğenin, çox xahiş edirəm. Misafiriyə qoşulmaq istəyən varsa gəlsin. Gəlin qoşulun misafiriyə. Daha açıldı da, vəsiyo. Yaxşıyam, siz necəsiz? Ekranı beğenin zəhmət olmasa. Hər kəs ekranı beğensin, canlı yayımı paylaşaq. Valihim. Yaxşıyam Əliyev, sən necəsən? Valih var burada. Valih. Peysər Valih. Balaca dıqqılı Valih. Valih'i itirdik. Misafiriyə qoşulmaq istəyən varsa gəlsin. Gəlin qoşulun misafiriyə söhbət eləyəyim. Gəlin. Gəlin qoşulun misafiriyə. Gəlin. Bax, İlhamla irəli yazsın, mən sənə bir söz demirəm. Gəl qoşulun misafiriyə söhbət eləyək görək. Sən hansı günü və İlhamla irəli deyirsən? İlham Əliyev Rusiyanı dəstəkləyir və görün nə günə qalıb ki, İlham Əliyevə Avropada sanksiya tələb olundu. İnşallah bir gün mən bunu tam əminliklə deyə bilərəm ki, bir günləri İlham Əliyevə həbs tədbiri görüləcək və onda Hüseyin buyur, xoş gəldin, ay Hüseyin. Hay Peysər, çıxdın bayra. Ay səni kiçik Əmrah. Səni kiçik Əmrah. Qorxdun, kiçik Əmrah. Kiçik Əmrah qorxdu. Kiçik Əmrah. Kiçik Əmrah qorxdun səni kiçik. Yaşasın İlham. Sən rızqı deyəcəm var ya Samir. Evdəkilərə salam deyək. Benim edik salam deyək.
Nə bilim, ay səni kiçik Əmrə, qorxaq Əmrə, gəl qoşul da bura. Söysən də, gəl qoşul da bura. Sən qoşulmasan bura mehiyə sataşacam. Qoşul da bura, kiçik Əmrə. Nə olar, gəl qoşul gəlin bura. Qeyrətin yoxdur sənin. Nəslində bir qeyrətli bir kişi varsa qoşulan bura, nə olar? Nə olar? Mənə çox maraqlı deyim, sənin kimləri mən sındırım. Sən çox şərəfsiz insansan, başa düşdün? Sən cındırsan. Durub burada söyürsən. Əmrah kimi sənin də anam bacın qəhbədir. Qızqırıq bayrağı. Attım bayrağı Mahir. Buyur Azad bəy, xoş gəldiniz. Aleyküm, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiz qardaş, nə var, nə yox? Yaxşıyam, siz necəsiz? Yeni gələnlər xoş gəldiniz. Ekranı bəyənəyin. Buyur, gözəl insan, buyur. Mən sənin şəxsini tanıyıram, halaldır sənə, Allah'ın olsun. Sən əvvəlcədən də həmişə haqqı deyən olmuşsan. Mən Azərbaycanda səni görmüşəm, tanıyıram səni. O qədər də yaxından tanımıram, amma halaldır sənə, haqqın yoluna gəlmisən. Var olasın Azad. Ümid edirəm ki, gələcəkdə də inşallah hər şey qaydasında olacaq. İnşallah. Allahın iznindən inşallah. Allah sizin kimi qardaşları var eləsin. Allah sizin kimi qardaşları qorusun. Sağ ol qardaşım, var olasın. İndi çox danışa bilmirəm. Mən Azərbaycandayım, sən uzaqdasan da, özün bilirsən vəziyyəti. Bəli. Ona görə də yenə də çox sağ ol qoşulduğunuza görə. Var olasınız. Allah sizi qorusun. Sağ ol qardaşım. Yeni gələnlər xoş gəldiniz. Hər kəs ekranı bəyənsin. Hər kəs ekranı bəyənsin. Çox xahiş edirəm. Mən təbii ki, bilirəm ki, Azərbaycanda söz azadlığı olmadığı kimi, Azərbaycanda insanlar öz azad sözünü deyə bilmir. Çünki azad sözünü deyən kimi Azərbaycanda İlham Əliyevlər hakimiyyəti elə bir rejim qurub ki, həmən insanları dərhal başqa iddihamlarla, açılmamış cinayətlərlə həmən insanları həbs edirlər. Bəli, istefa sözünü belə yazmağa qorxurlar. Mən bu Azərbaycanda yaşayan insanları qınamıram, gözəl xalqım. Çünki ona görə qınamıram ki, yəni kim olsa belə eləyər. Yəni, necə deyim, məsəl üçün də kimin ixtiyarı, məsəl %5%, 3% insan Azərbaycanda azad sözünü deyə bilir də. Yəni, Hüseyin gəl qoşul bura, Hüseyin, gəl bura. Gəl bura, qıqaş. Boylu buxunlu insansan, gəl qoşul bura söhbət eləyək, iki insan olaraq. Gəl, Hüseyin gəl qoşul bura. Hüseyini dəvət eləyək zəhmət olmasa bura. Hüseyin gəl. Hüseyini qoşaq bura. Hüseyin görünür ki, İlham Əliyevin pərəstişkarıdır. Mən də buna fürsətdən istifadə edib Hüseyini qoşuram bura. Hüseyin gəl görə, Hüseyin olayışlar yetdi. Gəl görək bura, Hüseyin, gəl. Boy buxun səndən. Mən əminəm ki, sən sözlü deyən insansan. Hüseyin bəy, qoşul görək bura. Qorxma Hüseyin, qoşul görək bura, qorxma. Hüseyin gəl, Hüseyin gəl. Ay bədbəxt yetim. İlhamla irəli deyirsən. Amma çıxıb İlhamı bax buna bax gülür. Qardaş, ay Hüseyin, niyə üzülü sayın? Niyə? Gəl görün bura. Hüseyin, mən sənə sadəcə olaraq söhbət eləmək istəyirəm Hüseyin. Bax. Yoxsa üzün görsənməyəcək. Hüseyin, qalx bura söhbət eləyir. Hüseyin, həqiqi səndən nəsə ürəyimə yatdırır. Səndən qəşin debat eləyəcəm. Hüseyin, qoşul görün bura. Həqiqi səndən qəşin söhbət eləyəcəm. Qoşul görün bura. Yazırsan ki, İlhamla irəli. Qoşul da zəhmət olmasa çox xahiş edirəm. Sizin fikirləriniz çox önəmli deyə mən üçün. Gəl görək bura. Görün, baxın. Bir xanım səndən cəsarətlidir. Bir xanım bax səndən cəsarətlidir. Xoş gəldiniz. Salam, vaxtınız xeyir olsun Elnur bəy. Hər vaxtınız xeyir. Elnur bəy, səsim gəlməyəndə zəhmət olmasa deyərsiniz. Çünki mən günlərdir internet zəifdir. Ümumiyyətlə sizin canlıya girə bilmirəm həqiqətən. Yəni canlı donur. Girirəm, yoxlayıram başqa canlılarda. İnanın dünən girmişəm Manaf bəyin canlısında. Yəni donmur. İmeni sizin canlıda bilmirəm niyə donursam.
Ümumiyyətlə də üstünüzə sağlıq. Özüm də xəstə idim neçə gündür. Bilmirəm əsəbdən zidən həm Allah soyuq şəfa olmuşdu, versin. boğazım gəlib, qızdırmam. Özüm də övladım da xəstə idim. Və görün necə bir ölkədə yaşayırıq ki, həqiqətən imkan olmadı ki, Elnur bəy, mən həkimə gedəm, həm övladım, həm özümü. Evdə elə belə nənə babadan qalma şeylərlə də elə bir ki, e, ev üsulları ilə də biraz özümü boğaz basma. Gör hansı dövrdür ki, boğazımı basıram, uşağın boğazını basmaq istəyirəm. O bacarmadım öz boğazım ki, yəni şey olmasın da, çox pis dərəcə şişmişdi, çirkələnmişdi. Yəni belə şərəfsizləri də görəndə yazırsınız İlhanla irəli. Bayram gəldi. Biz nə də olsa bir damcı da olsa görmüşük də biz. Balacalığından, yəni bayram belə xatırlayırıq ki, şəkər bura paxlava bişirib böyüklərimiz, nə bilim, bir-birinə qonaq gediblər, bayramlaşıblar çərşənbələrdə. Amma bizim övladlarımız mənim kimi, nə qədər mən bilirəm ki, ailələr var, sussalar da, çoxun inanın ki, Elnur bəy, o çoxları girə bilmirlər. Heç onların interneti yoxdur. Çünki rayonlarda yaşayırlar, ucqar yerlərdir çoxu, girə bilmirlər. Çoxu qorxaqdır, sözün deyə bilmir, girsə də. Yəni bundan o tərəfəsi yoxdur. İnanın Allahın böyüklüyünə ki, mən evdə bir şəkər bura belə ala bilmədim, ya bişirə bilmədim, ya heç bir şey. Həqiqətən heç bir şey olmadı da süfrəmdəki. Mənim uşağım hələ balacadır da. Böyüdükcə neçə ildə eləyə bilmirəm. Bu il ümumiyyətlə çox pis oldu da. Heç bir şey. Və mən fikirləşirəm ki, milli bayramlarımız da get-gedə itir imkansızlıqdan. Yəni uşaqlar böyüyəndə ki, yəni xatırlaya bilməyəcəklər də bayram, nə bilim, belə getsə bayraq da dəyişiləcək, himn də dəyişiləcək, hər şey. Yəni Azərbaycan adı belə dəyişiləcək. Bax bu şərəfsizlərə görə ki, girirlər, yazırlar. Heç burada yox, elə real həyatda da, yaltaqlanırlar, nə bilim. Heç olmasa dilinizi saxlayın, salın böyrünüzə sakit durun. Yekə kişilərsiniz. Allah sizə o boyda boy verib, buxum verib. Yəni kişi olmaq, peyğəmbərlər 124 min peyğəmbərimiz kişi olub da, biraz kişi üstün. Mən düz əstəğfurullah üstünlüyü saymıram. Yəni Allah qatında deyirəm ki, qadınlardan peyğəmbər olan olmayıb. Amma kişilərdən 124 min adam peyğəmbər olub da, Quranımızda yazılıb. Yəni kişi olmaq da özü bir özəllikdir, amma siz bu özəlliyi yerə soxursunuz. Ayıb olsun vallah sizə. Adam utanır. İnanın ki, neçə gündə əsəb keçirdirəm, həm danışa bilmirəm, əsəb keçirdirəm ki, bu qədər də olmaz da, bu qədər olmaz, bu qədər yaltaqlanmaq, bu qədər. Özünüz də bilirsiniz ki, bu qardaş düz danışır, özünüz də bilirsiniz. Yəni, bu nə hərəkət deyilir, adam irgənir. Bir də mən buradan, bəlkə də izləyir ölkə prezidenti, keçirtmirsən sən, ay prezident, bayram, mənim haqqımı, övladımın haqqını, yəni, yiyib keçirtmirsən, haramın olsun da, mən keçirdə bilmədim. Sən keçirdə ebi yoxdur. Heç nə də əbədi deyil. Sultan Süleyman kimi bir hökümdara qalmadı da bu dünya, o öləndə belə kinosu da çəkilib, deyir ki, hər şey boşdur, bu dünyada əli boş gedirsən. Yəni, sənə də qalmayacaq, sənin ətrafındakiləri də qalmayacaq. Görməmiş da, görməmiş. Görən adam görməmiş olmur. Görməyən sonradan görən görməmiş olur. Eləyin, nə qədər görməmiş eləyin, öləcəksiniz da nə vaxtsa. Bilmirəm Allahın əcəli ilə, bilmirəm nə ilə söyləyəcəksiniz. Heç nə aparmayasınız da. Mənim ahım tutsun sizi. Bax, mən öz adıma deyirəm. Heç kimin də adına demirəm. Çünki mən illərdir başqa insanların da yerinə danışmışam. Amma heç bir ananın yerinə danışmıram. Baxıram buradan. Nə qədər qadınlar da baxır da, başqa adla da girsələr. Heç bir qadın çıxıb danışmır. Heç cəhənnəm kişilər deyirəm belədir. Kişilər də Azərbaycanda qorxmayan kişilər də var. Allah onları qorusun. Amma qadın birliyi deyilən bir şey var. Övladına görə çıxıb danışmır. Balası ölür, balası ölür. Çıxır deyir ki, vətənə borcu yetirdin. Çox belə nifrət keçirdirəm məni. Keçən dəfə də baxıram, canlı TikTokda deyir ki, vətənə borcu ay bala yerinə yetirdin. Aha, nədən danışırsınız siz? Sənin uşağın illərlə dövlət qayğısından kənarda böyüyüb, gəlir 18 yaşına çatanda demək dolayır da sizə. Yaxşı da eləyir belə sizə. Əcəb elə. Mən buradan deyirəm, bax İlham Əliyev eşitirsənsə, müharibəni başlat. Burada yazırlar İlhamla irəli. Hamısını çağır. Kişisiz, bax buradan söyüş qoyuram. Kişisizsə
İlham Əliyev İlham müharibə Əliyev. eləyəcək. Gedin, hamınız çıxıb gedin. Kişisiniz amma götürün boynunuza. İlham Getməsiniz. Əliyev dünə yox sıra gün 50 dənə kolon göndərdi içi dolu əsgərlərimizdən döyüş bölgəsinə. Amma bu günləri özü futbola oturub baxır. Ya yaxşı eləyir qardaş, yaxşı eləyir. O özü deyir da, çıxıb canlı danışır da deyir ki, yoxdur axı kasıb deyir, cavab versin. Mənə deyir ki, mən görə bilmirəm, buradan Düzdür deyirəm də. ki, mən yaşaya bilmirəm, kasıb mənəm. Çıxın qadınlardan, kişilərdən kim dolana bilmirsə desin də. Oysa qorxurlar məni tutacaq. Sən nəyə o tutacaq? Nəyə görə tutmalıdır sən? Niyə haqları, hüquqları bilmirsən sən? Hə? Demokratik ölkə demirlər. Demokratik sözümüzü deyirik də. Mən ölürəm, mən yaşaya bilmirəm. Mənim bugünkü günü xəstəyəm, canım xəstə düşüb, uşağım xəstədir, baxa bilmirəm. Yaşaya bilmirəm. Paltarı var bunun, gəzməyi var, heç bir şey yeməyi var, içməyi var. Eləyə bilmirəm normal. Xeyir ola. Düşürsünüz buradan da bambulu düşmüsünüz ortalığa, danışanı da qoymursunuz. Bu kişi çıxıb, bu nəyinə lazımdır? Bu qardaşın nəyinə lazımdır? Bu Elnurdan qardaşdan gedir söhbət. Nəyinə lazımdır? Bax, oturub xarici ölkədə. İnanın ki, keyfini çəkir. Bax, mən Qabil bəyin də danışına qulaq asmışam. Deyir, mən Azərbaycanda yaşamamışam da. Yəni, bu xarici ölkə gələndən sonra yaşamışam. Bunlar qoruyan da var orada. Bunlar öz keyflərini çəkirlər. Gör, bu insanların qanında nə qədər vətənpərvərlik var ki, nə qədər qeyrət var ki, sizin kimi toyların qeyrətini çəkir. Deyir ki, ölməyin, balalarınız yaşasın. Yəni, danışır da, ağzını yorur bu adam. Başlayırsınız belədir, elədir. Başlayırsınız söyüşə. Söyüşə qalanda, bugün TikTokda qarşıma bir şey ki, çıxıb. Bağçadır, müəllimə, ali savadlı müəllimə, uşağı nə var, uşaq nadinc deyil, qızı anasından belə söyür da, qız uşağıdır, gəlir vurur da şapbadan. Niyə onu qınamırsınız, hə? O da söyüş söyür da, söyüşün ağı qarası var. İndi hamı Peyğəmbər nəvəsidir bura girənlər, bir dənə Elnurdur da, heç nə, avara adamdır, söyür, hə? Vallahi hamımız söyürsünüz. İsti qadınlar olsa adam ət tökülür. Vallahi hamımız söyüşdən keçib. Neçə illərdir bizi söyürlər də, bizi belə belimizə də minirlər, haqqımızı da yeyirlər, ağzımıza da zibil yığırlar. Heç kim danışmır. Belə şey olar. Əsəb keçirdirəm, vallahi. Dəhşət millətsiz. Belə ölməli millətik deyil, ona görə də yaxşı edir bizə. Nə edirsə yaxşı edir. Bir insan ki, haqqını qoruya bilmir. Bu dünyaya bir dəfə gəlirsən. Sən qul kimi gəlmirsən, Allahın qulu bəndəsi kimi, sən Allahın digər bəndəsinə hambalsan, qulsansa, nə bilim, mən sən nə deyim da. Sənin balan ölür, qarnına adamlar tanıyıram, inanın ki, Elnur bəy şəhid olub, evindən bezib çıxıb gedib, uşaq oxuya bilməyib, institutu yarımçıq qutar, deyib gedim ölümü, canım qutarsın. Atası döyüb bir dənə çörək üstündəki çörəyə niyə yemirsən, yavan çörək yeyib, səhər gün əsgər gedib, həmin uşaq şəhid oldu, bir əl boyda, bax, beləcə uşaq idi. Bu nə yaşayış da? Onun puluna ata bugün ev tikdirir, kömək edirlər, Elçin Nəbbəras kimi, nə bilim, onun bu şotuna hamam suyu ilə çiş olanlar, kömək edirlər, ev tikdirir. Tüpürüm o evə. Siz necə atasınız, necə anasınız, mən satmır. Siz nəyə görə yaşayırsınız ümumiyyətlə? Nəyə yaşayırsınız siz? Nə fikirləşirsiniz siz? Anda düşük, nə bilim, girirsin, əxlaqdan xəbəri olmayanların canlısına baxırsan, qarşıma çıxır da istər-istəməz. Adam nə qədər blok edir, adam bezir. Baxıram, inanın 700 min, 1500, 2000, 3000 adam var, ağıl verir qızlara. Nə bilim, kişilikdən xəbər yoxdur, ağıl verir kişilər orada. Adamın əti tökülür, elə siz özünüz hədiyyə şap-başap atırlar. Nə bilim, girin baxın da, sonra bir də bu yadıma düşür. Deyirsiniz ki, ay Elnur qardaş, qardaş da demiş, ay düz eləmirsən, bura erməni baxır, falan şey. Erməni baxır, girin bir dənə erməni saytına, bilirsinizsə. Görün erməni saytında neçə dənə cinsiyyətin dəyişmiş kişi var. Ayıbdır ya, erməni sən, Bayram Nurluva da baxır. Nə bilim, o birisi da baxır, bu birisi da adını deyə bilmirəm, onların hamısını blok eləmişəm. Erməni onlara da baxır. Onlardan niyə utanmırsınız ki? Erməni deyir, bunların kişiləri budur da, kişilərdə arvaddaşma gedir. Kişi kosmetiklə bəzəyəm, inanın TikTokda da vay de vay, hara baxırsan hamısı gedələrdir, cavan uşaqlar hamısı adını da çəkmirəm, hamımız bilirsiniz nədir, əxlaqsızlığın, cinsiyyət dəyişikliyin təbliğatını eləyirlər. Güya yaxşı yaşayır, bunlar altında maşın, nə bilim, ev eşi. Əsəbləşirəm, boğazım da tutulur, xəstə adama. Bəs durun da, Ramazan ayıdır.
Bax bu Ramazan ayında bütün ürəyimin yanğısı ilə Allaha yalvarıram, dua edirəm ki, Allah Azərbaycanda nə qədər yaltaq var, nə qədər axmaq adamlar var. Allahın hamısının kökünü kəssin inşallah. Allah haqqımızın yeyənlərin kökünü kəssin. Allah nə bilim haqsızlığa tutanların kökünü kəssin. Bəsrində da biz ölürük axı. Mən də yaşamaq istəyirəm. Mən də övladıma istəyirəm ki, bir xeyrin görüm də. Baxıram ki, canım düşüb, xəstəlik tapmışam. Həkimə belə gedə bilmirəm. Heç getsən dərmanların belə xeyri yoxdur, inanın. Siz nədən danışırsınız? Ya məktəblərdə dərs keçmirlər, uşaqlar əxlaqsızlıqla, hamısı müəllimlər evdə dərs keçir. Yəni bu əvvəl belə olmayıb. Bu dərəcədə olmayıb. Ya təhsilimiz yoxdur, ya səhiyyəmiz yoxdur, heç bir şey yoxdur, mədəniyyət qalmayıb, böyüyə kiçiyə hörmət qalmayıb. Nədən danışırsınız sizə? Bəsrində, başlayırsınız ki, gəlin burada danışın, Elnur kimi insanlara deyirsiniz ki, şəxsiyyətli adamlar ki, gəl burada danış. Sən buradasan, danış da. Sən özün eləmədiyin şeyi başqasına nə deyirsən, gəl burada danış. O burada danışıb, o burada 1000 dənə əziyyət görüb, qaçıb gedib da, buradan. Çünki deyə bilməyib, sənin kimisi, mənim kimisi arxasınca durmayıb, birləşməmişik, yəni deyə bilməyib. Heç olmasa bəs adamın ürəyini bulandırmayın da, Allah sizin bəlozu versin. Bir də qardaş, müqəddəs Ramazan ayıdır. Mən bu Ramazan ayında imenini sənə və sənin simanda bütün qeyrətli, haqqı deyən, bacaran, Allah bu dili verib, yəni bu dildən həqiqətən haqqını istifadə edirsən. Haqqı deyə bilən bacılara, qardaşlarımıza, oğul qızlarımıza, hamısına bu Ramazan ayında möhkəm can sağlığı, uzun ömür və Allahdan bütün bu dünyada nə arzulayırsınızsa, bütün niyyət elədiniz, bütün arzularınızı həyatda çatmağı arzu edirəm və inşallah arzu edirəm ki, Allahın əlində Allah qismət eləsin. Hamımız qayıdıb gələrsiniz. Çünki bizim ölkədən başqa, yəni bizim başqa yox, daha doğrusu, bizim ölkə həqiqətən gözəl ölkədir da. Yəni gözəl bir Azərbaycan qura bilək. İnşallah salamat yaşayaq. Bəlkə mən görmərəm, nə bilim. Amma arzulayıram səmimi qəlbdən, həqiqətən var olun. Allah sizi qorusun. Sizin ağızlarınız, dərdiniz düşsün bax o yaltaqların içinə. Heç nə da demirəm. Sağ olun qardaş. Nə arzu edirsinizsə yaxşılarından hamısı sizə də qismət olsun inşallah. Yaxşı olar. Bax mən sizə bir dənə söz deyim. Bax burada çıxıb danışmağa qorxan kişilər görürsüz necə mərcəsinə çıxış edir? Görürsüz? Görürsüz? Var olasın. Allah sizdən razı olsun. Sən kişisən, güya kişilikdən danışsana. Kim sənin var yoxdur? Bax, niyə söyürsən? Niyə qorxursan söyürsən? İlham Əliyev olmasa, Elçiban şəxsin qoyub. Elçiban şəxsin qoyub, o da reklam eləməyir. Zorluyum. Vasif səni təcavüz edib, Vasif Talabov. Elçiban şəxsin qoyub, özəl gətirməyib. Sənin var yoxdur. Sən arvadı kim? Sən qorxub ki... Qaçmanda. Vasif səni diriyib. Peysər. Gözümdə peysərsən. İlham. Qaçdın? Peysər qaçdın? Balaca peysər qaçdın. Balaca peysər qaçdın. İlhamla qəhbəliyə doğru. İlhamla qəhbəliyə doğru. İlham, ilham. İlhamla qəhbəliyə doğru. İlham, ilhamla narkomaniyaya doğru. İlhamla mehri quşla fahişəliyə doğru. Fahişəliyi təbliğ eləyin. İlham, 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 ilham. Bığlı maşenik, bığlı maşenik. La la la, şa şa şa, bığlı maşenik. Ordubatlı. Ordubatlı nə qədər qeyrətli oğlanlar var. Hamısı evə girsin, çıxsın. Sahil itirəsən, eyvallah. İlham, ilham maşenik. Bığlı maşenik. Diktator İlham Aliyev. Diktator İlham Aliyev. İlham Aliyev diktator. İlham Aliyev diktator. İlham Aliyev'lə uğraştığa doğru. İlham Aliyev'lə narkomaniyə doğru. Fahişəliyə doğru.
Fahişəliyə doğru. Qardaş, Nadir gəl görüm bura. Ay Nadir, gəl buraya Nadir. Bu Naxçıvanlıya qarşı nə deyə bilərsən? Gəl görüm bura. Yerindir. Onun kimi yerin ağzına tıxıyasan. İlham Əliyevlə narkomaniya doğru. Nadir. Ay Nadir. Salam edirəm. Hə, Nadir. Sən mənə əvvəllər deyirdin, mənim mehribana gözüm düşüb. Yerə də mi sənin mehribana gözün düşüb? o bədbəxtdir, o mehriban deyil. Daha nə deyəcəm? Ay Nadir bəy, bu Ordubad 85-in yoxsa 69 idi. Girib ora, buna barədə nə deyə bilərsən? Necəsən vəziyyətin? De görək. O kimdir bayaq sözdü, ona mən demək Ordubad istəyirəm ki, 85. hə, o kimdirsə şərəf ləyaqətini ilhama satan adamdır. Bu bir. Mən bir Naxçıvanlılıq deyirəm ha. Aha. Çünki onlar pulu ilə söylər, başa düşürsən? Bunların şərəf ləyaqəti olsa, kişiliklə olsa, bəlkə də acından öyle evində bəlkə də çörək tapa bilmir. Bəli. Gillə hələ söylər. Mən özdə çoxlarını da tanıyıram. Pulu ilə başlayırlar ilhamı tərifləməyə. O insanlar burada gəliblər. Bu Almaniyada da var. Elə bilmək yoxdur buralarda. Var. İlham gələndə ilhamın bayrağını tuturlar. Ay ilham. Hara qədər ilham? Hara qədər? Əxtəyə qədər korrupsiya içindədir Azərbaycan. Ölüb bədbəxt olub Azərbaycan. Ağlayan yoxdur xalqı. Bunu verirlər. 500 dənə də özləri kimi şərəfsiz tuturlar. Başlayırlar blogerləri söyməyə, blogerlər ölümdən qorxuzmağa. Mən yenə deyirəm, əgər ilhamla kim irəli gedirsə, onların hamısının var yoxuna el-nur soxsun. Bu qədər. Qolu qandarı birini gətirdilər, dünən gördün. Kim gətirdilər? Həsrət Dəniz. Qolu qandarı kimsə gətiriblər. Həsrət Dəniz danışır. Ay Nadir, necəsən vəziyyət, necədir işin gücün? Şükür salamatçılıq bugün istirahətimdir. Nadir bəy, bunu tanıyırsınız siz. O pezəvəkdir. Bu insan Azərbaycan Respublikasının gənc nəslini göndərib döyüş bölgəsinə, dünənləri Azərbaycana, demək olar ki, Bakıya 2 dənə şəhidimiz gəlib. Allah şəhidlərimizə rəhmət eləsin. Amma bu maşennik özü oturub bu günləri stadionda futbola baxır, maça baxır. Görürsən bunu? Oturub fikir eləməkdəncə, bilət, mənim əskərlərim günü-gündən qırılır. Valla, deyir, siyasətimin qurbanı olurlar. Allaha and olsun. Amma ki, həqiqətində biabırçılıq deyə, doğrudan biabırçılıq deyə, valla. Nur, o bayaq qadın danışır deyə, Azərbaycandakı bu geylərlə bağlı. O geyləri bilsən kimlər istifadə eləyir? Məmurlar, bir də məmur balaları. Bəli. Onları maliyyələşdirən də onlardır. Onlarla görüşən də onlardır, başa düşürsən? Kasıb uşaq bir siqaret tapa bilmir. Onunla nə əlaqəsi ola bilər? İlhamı tərifləyənə baxın. Yaxşı eləyir, cənab prezidentimizi qorusun, amma lüks şəkili qoyun. Qəhrəmandır İlham. Həsrət, İlham Əliyevin ağzına tıxıyım sənin daha həsrət. İkimizin də ağzına tıxıyım. Demə. Eləməyim. Bu maşenlikənə qarşı nə deyə bilərsiniz? Gözəl insan. İlhamçılara od vurmuşsan ha, amma kişi kimi. Nə? Şeylərə od vurmuşsan ha, ilhamçılara. Nadir, inandırım ki səni. Ay Nadir, inandırım ki səni. Bax, Allahımıza and olsun, bax ikimizin canı. Mən bu götürüb zor paylaşıram da, girib baxsan ki, mən nə qədər İlham Əliyevi tərifləyənləri peyzər çıxardıram. Ay Nadir, inanmazsan Nadir. Çox insanlar yola gəlib, belələri. Mən əvvəllər gəlib səni təhqir edirdim, söyürdüm. Amma indi görəm sən haqqı düz deyirsən. Halal olsun Elnur. Həsrət Dəniz, gəl buradan oğlar, gəl bura görüm balaca. Balaca qız, gəl görüm bura, gəl bura görüm. Tumuşun cırıq deyə, götürü tumuş alan bizə, İlham tərifləyirsən. Yəni, profil şəklim xoşuna gəlir. Sənə zordur, uğraşdı, zordur. İlhamın dəmri yumruğunu qurban olum. Elə o dilənçisən. Rəsul, buyur. Ay Rəsul. Rəsul. Dəmri yumruğunu soq götürədənə. Ay Rəsul. Rəsul.
Sənin işin gücün yoxdur. Bekarsızlıqdan bilmirsən neynəyəsən. Hə, işimiz gücümüz yoxdur da bizim də. Hə, ki. Azərbaycanda olan problemləri işıqlandırırıq da. İlham Əliyevə istefa deyirik. İlham Əliyevə yox deyirik. Başa düşdün? Sağ ol sənin Marco. Marco ürəklidir. Marco ürəklidir. Deyir, məni İlhamı qoş, bir sən. mənim prezidentimə görüm nə Elnur. deyirsən. Məsələn, mən heç bilmirəm, ha. İlhamı bir tane kim dəstələyir? Polislərlə geylər. Buyur Marco. Mokko. Buyur. Buyur. Nə oldu? Danış da. Bəs bəxtən o da deyirsən, kişi deyirsən ki, mən belə danışacağım. Buyur. Nə oldu? Buyur da. Valla İlhamı mən həmişə demişəm, deyirəm. Geylər müdafiə eləyir. Bir də polislər. O şey de var, dırnaq arası polislər var. Şərəfindən, ləyaqətindən uzaqlaşmış. O Nadir. polislər. Ay Nadir. Ha. Səhər xoş gəldin. Hoş bulduk. Ne yapıyorsun? Ay Səhər. Mən bu Can. Nadir'i düzüm qoşum sənə. Tamam. O kimdir? Nadir. Bu səhər 3 dəfə ərdə olub boşanır. Hı. 4 dənə də Mən də həyatında dördüncü kişi olub. olacağım. Hı hı. Bu 4 dənə də həyatında kişi olub. Yəni, qardaşlar heç nəyə əziyyət çəkməyəsən, professional bir insandır. Elnur. Həqiqi dünya görmüş bir insandır, professionaldır. Professionaldır. İşləməyəsən, eləməyəsən, Nadir. Özdəki Almaniyada vətəndaşdır. Özü səni saxlayacaq. Saxlayır. Hə, amma bir dənə şey var ki, səni həftədə 5 dəfə əmizdirəcək. Всё. Hə? Nadir kaç yaşındasın? Nadir oğlan çocuğu ya. Nadir cavandır. Nadir neçə yaşın var sənin? Mənim 40 yaşım var. 40 yaşı var. İkimizin də eyni yaşı var. Nadir, səhər yaxşı bir yerdə işləyir, geçən gəliri də var. Almaniya vətəndaşıdır. Всё, pasport Evləndirsən bağladı. bizi. Bəli. Evləndirirsən bizi. Всё, evlənmə. İstəyirsən Nenüs senində gedin çukurdaşın. Görüşün elin gedin orada çukurdaşın. Всё, səhər. Nadir oldu sənin. Nerede yaşıyorsun? Ben de oldum senin. Almanya. Bir Türk diline çeşdi. Nerede yaşıyorsun kız? Ha? Almanya'da yaşıyor. Kalkıyor mu? Nadir. Yazıcı evlenme programında. Endur Ay Nadir sen evlendirir ne diyor hamuru. Nadir? Ne diyor? Nur, Ha. bunu nereden Ha. tapmışsın? Yok bu hemşe sen istedi. Nadir'i ben çok seviyorum. Nadir'i ben çok seviyorum. Nadir şöyle saklasın da. Bak Nadir. Nadir ben senin resmini çok beğendim. Burnun Aha. yeke olduğu için bir işe yarıyor. Öyle düşünüyorum. Bunu ye çok. Öyle ben ne söyledim? Bunu nerede? Benim atam Azerbaycan, Kafkas Türk, anam Türk. Ben Almanya'da yaşıyorum. Neresinde? Hamburg'dayım. Ha, sen profil resmimi gördün mü? Evet hoşuma gitti. Burnun yeke ya işe yarar diye düşündüm. Ya. Yani Nur. ve İlham Aliyevi'yi çok seviyorum. Recep Tayyip Erdoğan'ı da çok seviyorum. Ay bile. O sana bir söz diye söyleyeyim mi? Benim profil resmim bana ait mi? Evet. Karıştırma Ha, burnum- sus da. Hı hı. Süküttür. Ama böyle ben nasıl bir adam istiyorum biliyor musun? Kriterim yani 1.80 boyunda. Nadir'in? Evet. Nadir'in boyu bilirsen. Nadir'in boyu bilirsen neçədir? Sen. Neçə? 1.92. O da olur bir şey olmaz. Ama yeke olsun, göbekli olsun, kıllı erkek istiyorum. Ayı gibi. Kıllıdır bu, kıllıdır. Kıl ayı basmış gibi. bunu. Küçük basmış. Ayı gibi olsun. Böyle Ayı. Nadir zaten bir ayı. tüyleri Vallahi. olsun. Tüy döksün. Tüy döksün.
Ama akşamları inek gibi bağırmasın. Mö demesin. Ah desin ayı gibi. Ah. Ha, o neçə elədin? Elçin mamasıdır da yəqin. Dındır da ona görə. Görsən şərəfsizdir o. Onun Səhər, kimilərini yəqin xoşun öldürüblər aldırma. Ay şərəfsiz. Səhər. Hı. Bir Nadirə bir 200 diye hədiyyə at Nadirə. 200 mü? Ha? O memeleri var mı? Var sən at. Sən at olacaq o məmələri. 200 at bir dənə Nadirə. Qoy Nadirin üzü gülsün. Tamam. Elnur, Hay bəli. denən şəkillər ki budur. Ala Nadir. Bax 100 gəldi sənə. Bir dənə də 100 də at. Ayo atmasın, mən çıxadamıram heç nə. 200. Ala Nadir. Xoş getdin gülə-gülə. Nadirin də başını bağladıq. Vəsiyo Nadir. Nadir eğer benden kaçarsan seni yakalarım domaltırım valla. Nadir. Bana Nadir. O fotoğrafı hoşuna geldi mi fotoğraf? Profildeki fotoğraf. Valla yakalarsam sen o kıllı götünü var ya ne yaparım. Ayak dəsin. Elnur tabi çıxar. Hə, Böyle dəsin. tabi başladı söylemeye. Hə, dəsin. Bunu oradan tapırsan ha Elnur yine. Yeni gələnlər xoş gəldiniz. Ekranı bəyənəyin zəhmət olmasa. Neyse. Nadir atarsan istəyir Nadir. Xoşbəxt olun da. Xoşbəxt. Sen niye evlenmirsen onunla? Yo Nadir sen bundan həqiqi Nadir. Bax manatdan xoş gəlmədi bunun. Panda gəl görün bura. Ay Panda yaman danışırsan. Gəl görək bura. Moko buyur. Götünə qoyum. Koy. Neyine sende düzde axı işine yoktu. Neyine koyasın? Yeri siktirin buradan. Sende işine yoktu axı. Hele koyarsan sen git öz arvadına koy da. Komşu Ha, gəlir. yeri siktir buradan petuklar Ay, falan. bizim bu demir. Arada götünü siktirirsin. Qəhbələr, ha, soxçuna bilər. Soxçuna qəhbələr, alttaki sikim ağzınızı sizin. Sizi sikəcək öldürəcəm. Pidarazlar bilər. Ay, siktirin buradan ağzınızı sikim sizin. Moko, ay Moko. Qəhbələr. Moko Oğlum yadma gəlir siktirin Moko buradan size gelip sikim uşaq gedəndə. ağzınızı Moko sizin. yadma gəlir Moko Sizi size tutup gelip ikinizi gedəndə de Moko. sikəcəm mən. Sikəcəm ha. Hayır o günler Abi aynı. bacısı qəhbəni çıxart.